Bağışlayan və mehriban Allahın adı ilə. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV-nin efirində Kərbəla vaqiəsinə əsr olunmuş Kərbəlanın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bugün İslam tarixində öz faciəvi tarixi ilə və eləcə də eyni zamanda öz ehtişamı ilə və əzəməti ilə tarixə damğa vurmuş Aşura günüdür. Bu münasibətlə bütün Əhl-i-Beyt sevərlərə, bütün haqpərəst insanlara təsliyyət ərz edirik. Bugünkü qonaqlarımız ilahiyyatçı Hacı Mirhəmid Məmmədovdur. Seyid, xoş gəlmişsiniz. Sağ olun. Digər qonağımız isə dəyərli Əhl-i-Beyt məddahı Seyyid İbrahimdir. İbrahim bəy, siz də xoş gəlmişsiniz. Təşəkkür edirəm, Allah razı olsun. Minnətdaram. Dəvətimizi qəbul edib gəldiyinizə görə hər birinizə minnətdarlığımızı bildiririk. Dəvət eləmişsiniz bu əziz günlərdə Ağa Əbu Abdülhəl Hüseynin adını olan verilişdə iştirak etmək bizim üçün də necə deyərlər bir təskinlikdir, eyni zamanda iftixardır ki, Allah Teala bizi layiq bilib ki, biz də o Ağa Əbu Abdülhəl Hüseynin hərəkatından, keçdiyi yollardan biz də insanlara nəsə çatdıra biliriksə, bu da bizim üçün bir fəxirdir. Var olasınız, təşəkkür edirik sizə. Ümumiyyətlə, Aşura günü həqiqi mənada bir dini çalardan əlavə, dini rəngdən, ilahi rəngdən əlavə, həm də bizim binəy qədimdən milli mənəvi dəyərimizdir ki, hər il bu günü nəinki bir dini bir ayın kimi, dini bir gün kimi qeyd olunur, hətta insanların zehnində artıq bizim ayrılmaz parçamızdır. Amma əlbəttə ki, gənc nəsil, yeni nəsil və illah da məlumatsız insanlar da ola bilər ki, istərdi ki, onlar üçün də bir müqəddimə olsun, elə sizin çıxışınızla. Ümumiyyətlə, Aşura günü hansı hadisələr baş vermişdir, nələr cərəyan etmişdir və nəyə görə bugün bu qədər ehtişamlıdır? Bu haqda lütfən. Salam olsun Həzrəti Əbu Abdülhəl Hüseynə, onun övladlarına, onun əshabına, onun köməklərinə. Söhbətimizi belə başlayaq ki, ümumiyyətlə, bu mənim şəxsən öz fikrimdir, dünya görüşüm belədir ki, bizim xalqımız zaman-zaman tarix boyu müxtəlif yollardan keçib, müxtəlif çətinlikləri fəth eləyib, işğal dövrü görüb, xalqımız böyük-böyük işğal dövrləri, basqınlar, feodal hərəkatlarından sonra müxtəlif zamanlarda, hətta bolşevik hərəkatı, hücumlar, qətliamlar, erməni qətliamları keçən əsrin əvvəlində və s. və ilaxır. Və müxtəlif işğalçı rejimlərin bayrağının altında yaşamışıq, xalqımız yaşayıb. Yəni, bu tarixi dövrçü fəth eləyib bizim xalqımız. Bunların hamısına görə mənim fikrimdə bir forma var ki, bizim xalqımız iki dənə hadisəni heç vaxt unutmayıb və iki dənə hadisənin həmişə içində yaşayıb. Bunun biri budur ki, sevinç günü olaraq Novruzu heç vaxt xalqımız unutmayıb. Hər bir rejim olanda bu xalqa istila eləyəndə, Sovetlər olsun, ondan qabaqçı dövrlər olsun, müxtəlif bayram tədbirləri, məcbur edib insanları, paradlar olub, bayramlar olub, filan kəsin ölən doğum günü, məsələn, filan mayın biri və s. və ilaxır. Onların hamısı öz zamanı bitəndən sonra unudulub. Və həmin rejimlər dəyişəndən sonra xalq bilavasitə həmin günləri unudublar. Bir vaxt 7 noyabrda çıxırdılar bayrama, 1 mayda çıxırdı, hamı bayram edirdi. Amma bunlarla belə bayram dedikdə mütləq və mütləq Novruz yadda qalıb. Yəni, hətta Novruzun qadağan olma dövrləri olub, amma yenə xalq onu yaşadıb, bayram kimi bunu qəbul edib, bu insanların qanında, ruhunda yaşayıb. İkinci bir məsələ isə bizim xalqımızda, o da matəm günüdür. Nə qədər matəm günləri olub dediyim dövrlərdə, kimin ölən günü, məsələn, misal üçün deyim, demək istəmirəm, ad çəkmək istəmirəm o dövrlərdə, Sovetlər dövrü, ondan qabaqçı zamanlarda, Çar dövrü və ondan qabaqçı dövrlərdə. Amma həmin dövrlər bitəndən sonra həmin günlər unudulub. Amma yeganə Aşura adı matəm ki, həmin gün bu xalq, bu əziz, sevimli xalq, bu başı uca olan xalq o matəm gününü yaşadıblar və həmin günü matəm keçirdiblər.
fərq etməz hansı sistem olsun, hansı rejim olsun, hansı dövr olsun, hansı müstəmləkə dövrü hətta olsun, fərq etməz. İndi isə azadlıq və müstəqillik dövrüdür. Xalq daha da çox özünü tanıyır və tanımalıdır da. Və yenə də həmin o 2 günü qeyd edir, nəyin bahasına olsun. Aşura bu xalqın demək olar ki, qırmızı xətti olub hər zaman və buna qarşı nə qədər mübarizələr aparılıb, nə qədər əks təbliğatlar gedib zaman-zaman, nə qədər insanlar bu aşuraya görə işgəncələrə məruz qalıblar bir zamanlar. Amma bununla belə bizim möhtərəm xalqımız bu aşuranı yaşadıblar və yeganə olaraq, təkrar edirəm, matəm günü aşuranı qeyd ediblər. Və bu gələcəyə qədər gedəcək. Bu xalqın canından, ruhundan gəlir. Dediyim kimi, sevinç günü, şadlıq günü, Novruz, matəm günü, aşura. Bunu heç kəs dəyişə bilməz. Hətta böyük bir alimlərin sözü var. Buyururlar ki, bəs müxalif qüvvələr bir il Aşura İmam Hüseyin hərəkatı əleyhinə yazırlar, təbliğat aparırlar, nə eləyirlər, amma Məhərrəm ayının onu gələndə, Aşura gələndə xalq hamısını qoyur qırağa İmam Hüseyinə təziyə saxlayır. Bu, necə deyərlər, millətin kökündən gəlir. Hətta bizim Gəncə boyda şəhərimizin adı qocalar, qədimlər, indi də soruşsanız, sorğu keçsəniz, İmam Hüseyin şəhəri deyə tanıyıblar. Əgər ölkəmizdə biri desə ki, sual versə, İmam Hüseyin şəhəri hara deyirlər, hamı bilir Gəncə. Yəni, insanlar Aşuranı keçirdiblər. Aşura bizim canımızdır. Aşura bizim ruhumuzdur. Aşura bizim dinimizin sütunudur. Yəni, Aşura yoxsa biz yoxuq. Bu da mümkün olan deyil. Amma mən çox təriflədim öz xalqımı ki, əlbəttə tərifə layiqdir. Amma Aşura tək bizə aid deyil. Aşura bütün bəşəriyyətə aiddir. İmam Hüseyin əleyhissalam tək şiələrin imamı deyil. İmam Hüseyin əleyhissalam tək müsəlmanların deyil. Çünki əgər biz diqqət yetirsək, qeyri-müsəlmanlar belə İmam Hüseyin ağanın hərəkatından ruhlanıb və öz həyatlarını qurublar. Və İmam Hüseyin əleyhissalamın hərəkatı təkcə dini məsələ deyil. Bir misal deyim, bənzətmə olmasın. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm dinin sütunlarını sayır və buyurur ki, 5-incisi həccidir. Və xamisuhu əl-həcc və huvə şəriə. Buyurur ki, bu isə bütün şəriətdir. Yəni, həccidə bütün şəriət özünü göstərir. Necə ki, orada namaz var, orada deməli, iqtisadiyyat var, zəkat var, xumus var ki, təmizləməlisən, malı getməlisən. Orada əxlaq var, yəni insanlar bir-birini orada siyasət var ki, insanlar biri digərini tanıyır, müsəlmanlar toplaşır və s. və ilə axır. Amma bunu mən bir kiçik, zəif bir insan olaraq deyə bilərəm ki, öz ağlımdan, öz düşüncəmdən, Aşura, İmam Hüseynin aşurası bütün dini, əxlaqi keyfiyyətləri göstərən bir mövzudur. Çünki səhərdən günortaya qədər olan hadisədir Aşura. Kərbəlada o faciə misli, bərabəri görünməmiş. Amma o Aşurada bütün insani keyfiyyətlər var. Bütün dinin əsasları özünü göstərir. Təsəvvür edin, Aşurada namaz var. Zöhr Aşura ki, Həzrəti Hüseyin əleyhissalam deyir ki, namazın vaxtıdır, yığışırlar. Ona sipər kimi bir neçə nəfər ki qalmışdı, onlar dayanırlar. Oxlar atırlar İmam Hüseyinə dəyməsin. Bilirsiniz də bu hadisəni. Hətta orada insanlar ki dayanır, imamın xəbəri yoxdur. İmam deyir, namazdır. Hətta belə yazılıb. Çünki o hadisələri bir-bir qeydə alıblar. Kim kimi ox atdı, kim kimi öldürdü. Hamısı yazıb. Həm əks tərəfdən, həm bu haqq tərəfdən. Deyir ki, ağa bəs
azan vaxtıdır. Ağa onu dua edir. Deyir, sən bizim yadımıza namazı saldın. Səhv eləmirəmsə İmam Hüseyn əleyhissalam onu duası belə olur. Bəlkə səhv edirəm, amma yadımda belə qalıb ki, buyurur, Allah səni namaz qılanlardan hesab eləsin. Sən bizim yadımıza azanı saldın. Və dərhal namaz qılınır. Və o sırada dayanırlar ki, düşmən ox atır ki, İmam Hüseyn dəyməsin. Biri o qədər dayanır. Ox atırlar buna, istəmir ki, keç İmam Hüseynə dəysin. Elə İmam salamı deyəndə gör də bu yıxıldı. İndi iş burasındadır. Görün, Aşurada nə qədər sədaqət var, doğruluq var, məhəbbət var. O yıxılan deyir ki, ağa özünü çatdırır ona ki, niyə belə oldu? O deyir ki, ağa mən öz əhdimə vəfa etdimmi? Bax. Yəni Aşura ümumiyyətlə dinin hamısıdır. Təsəvvür edin, Aşurada insan hüququ var. Yəni bunu mən belə düşünürəm ki, İmam Hüseyn əleyhissalamın Aşurası və o istəyi insan haqları idi. Yəni mən belə yaşayıram, belə inanıram, mənlə işiniz olmasın. Etiqad azadlığı. Bu gün dünya bunun üçün çalışır. Bunun bəlkə banisi Həzrət Əbu Abdullah Hüseyndir və o Aşura hərəkatıdır. Yazid deyir ki, mənə beyət eləməlisən, səs verməlisən. Deyir, mən səs vermirəm. Mən öz həyatımı yaşayıram. Və deyir ki, əgər istəmirsiniz, mən çıxım bu məmləkətdən gedim. Hətta İmam Hüseyn ağanın belə bir kəlamı da var. Deyir, əgər ya məni buraxın, gedim Yazidlə danışım, onu başa salım, ya da mənim yolumu açın, mən çıxım sizin ərazinizdən xaric olum. Təsəvvür edin. Yəni, İmam Hüseyn istəyirdi ki, bildirək ki, yəni mən belə haqqı bu cür bilirəm və belə də davam eləmək istəyirəm. Mən heç kim əyilmək istəmirəm. Mən heç kimin dediyinə boyun qoymuram. Yəni, Aşurada insan haqları var. Aşurada musavat, bərabərlik var. Təsəvvür edin, qara var orada. Qara dərili var. Yəni, təsəvvür edin ki, o qara dəriliyə Həzrət Hüseyn icazə vermək istəmirdim, geçsin, şəhid olsun. O qara dərili xahiş eləyir və deyir ki, siz niyə qoymursunuz, mən də gedəm belə. Yəni, hətta orada elə bir söz deyir ki, imam onu keçə bilmir. Deyir, mənim qanım qaradır, bunlara qarışmasın filan, imam qoyur. Aşurada əzlər, ümumiyyətlə, necə dedim ki, və təkrar eləyirəm, dinin bütün gözəllikləri görsənir. Orada vəfa var, eşq var. Orada Aşurada millətlər arası bərabərlik var. Birisi ki, orada məsələn bir ərəblərin içində bir türk olur. Məsələn, o necə orada sədaqət göstərir. Yəni, dediyim kimi istəyirəm bunu mən çatdıram ki, İmam Hüseynin Aşurası bütün dini, mənəvi, əxlaqi dəyərlərin birləşdiyi yerdir. Və bütün azadlıq sevər insanlar, haqq sevər insanlar, ədalət sevər insanlar istər-istəməz Aşuranı qəbul edir. Çünki Aşura məsələsinə baxanda ya İmam Hüseynin yanında olur bir insanın fikri, düşüncəsi, mənəviyyatı və yaxud Yazid tərəfdarlarının yanında. Burada haqla batil bilinir. Amma təsəvvür edin ki, Həzrət Əbu Abdullah Hüseynin hərəkatı belə oldu ki, yəni tək tənha qalana qədər əzilmədi, sınmadı. Bunu hər il biz deyirik minbərlərdə, belə görüşlərdə ki, İmam Hüseyn buyurdu ki, bizim kimlər onlar kimlərə beyət etməzlər və yaxud zillət məndən uzaqdır, bizdən uzaqdır. Heyhatə minnə zillət. Yəni, həqiqətən də Həzrət Hüseyn əleyhissalam göstərdi ki, insan iradəsi təkdə qalsa, böyük bir kütləyə qalib gələ bilər. Və İmam Hüseyn hərəkatı örgətdi ki, insan mənəviyyatının, dininin, etiqadının, şəxsiyyətinin yolunda hər nədən keçər, amma qalib gələr. Və İmam Hüseyn əleyhissalam sübuta yetirdi ki, insan ölməklə məğlub olmur, qalib gələ bilir. İmam Hüseyn şəhid oldu, amma qalib gəldi. Və bütün dediyim kimi,
hər gözəllik Aşurada var. Belə hansını istəsəniz. Və ən çirkin tərəf də orada var. Qarşı tərəfdə amansızlıq, rəhm etməmək, zülm, işgəncə. Yəni, niyə Aşura unudulmur? Bu bir adi hadisə deyildi. İnsan bir qüvvə o birisi ilə vuruşar, öldürər də, müharibələr də görmüşük bizdə. Amma insanın başını kəsmək, başını nizəyə vurmaq, şəhər aparmaq, bədənlərin üstündə at sapmaq, qadın uşaqlara rəhm etməyib, əllərini bağlayıb, minlərlə kilometr əsir aparmaq, minlərlə, 1800-2000 kilometr bəlkə də Şama, su verməmək körpələrə, yəni bu tarixdə görünməmiş bir işdir. Ona görə məhz Aşura unudulmur. Bu işgəncələrə rəğmən Aşura yaşayır və İmam Hüseyn bildirdi ki, nə qədər çətin olsa biz dözəcəyik və bunun qabağında dayanacaq. Və bu möhkəm dayanmaq Aşurada haqqı bildirdi və bu günə qədər də yaşayır. Aşura üçün zaman yoxdur. Yəni, Aşura belə bir hərəkatdır ki, hər dövrdə əgər insan etiqadına, namusuna, qeyrətinə görə problemə düşsə, yeganə yol İmam Hüseynin yoludur. Onunla gedib, iradə möhkəmliyindən ölər, amma qalib gələr. Şəhid olar, amma qalib gələr. Məhz qeyd etdiklərinizi görə biz elə Aşuranı məktəb adlandıra bilərikmi? Elə bu cəhətdən. Bəli, dediyim kimi Aşura bütün bəşəriyyətə bir örnəkdir və bundan da istifadə ediblər xalqlar. Ki, hər zaman indi belə eşitmişik, belə oxumuşuq. Hindistanda məsələn müstəmləkəyə qarşı mübarizədə əli yalan insanlar fikirləşiblər ki, belə bir yol var, ölümdən qorxmayaq, öz haqqımızı istəyək və s. Elə hər dövrdə, məsələn bizim bu müasir dövrdə kim öz canını verə bilər? Amma insanlarımız hazır idi canını versin, torpağını alsın. Şəhadət kəlməsi budur. Yəni, insanın ən əziz sevdiyi onun həyatıdır. Hər bir insanın. Yəni, bir təhlükə ilə insan düşünməmiş mübarizə aparır. Yandırar, tez əlini çəkir. Bir vəhşi görəndə tez gizlənir. Yəni, bu instinkt insanların fitrətində var. Amma bundan belə ölümə gedən şəhidlərimiz o İmam Hüseynin yoludur. Bilir şəhid olacaq. Amma gedir ora. Və bilir ki, yanındakı şəhid olub, hətta arzu edir, deyir, bizə qismət olmadı o şəhadət. Yəni, bu özü bir məktəbdir, dərsdir. Düzdür, Allah Teala Quranda da buyurur ki, o şəhidlərə ölü deməyin, onlar diridilər, Allah yanında ruzilənirlər və s. və ilaxır. Amma bunun əyanı insan tərəfindən nümayiş etdirəni Həzrəti Hüseyin əleyhissalamdır. Amma burasına da qayıdaq. İmam Hüseyin əleyhissalam adi bir şəxs də deyil idi. İmam Hüseyin əleyhissalam bir tərəfdən Ali Əbanın biridir. Bunu bütün müsəlmanlar o vaxt bilirdilər. Gizlin bir şey dördü. Yəni, Əbanın altında Həzrət Peyğəmbər buyurdu ki, Allahümmə haulai əhli, İlahi mənim əhl-i beytim bunlardılar. Yəni, Əhl-i beytin biri İmam Hüseyin olmağına dünya müsəlmanların şübhəsi yoxdur. İmam Hüseyin əleyhissalamın cənnət cavanlarının başçısı, sərvəri olması hədisinə dünya müsəlmanlarında şübhə yoxdur. İmam Hüseyin əleyhissalam Peyğəmbər buyurdu ki, mən Hüseyndənəm, Hüseyin məndəndir. Buna da şübhə yoxdur. İmam Hüseyin əleyhissalamın anası Peyğəmbər qızı Fatimə olmasına da yəni heç kimin şübhəsi yoxdur. Yəni İmam Hüseyin bu yolu getməsəydi, yaxşı yaşamaq şansı var idi. Əstəğfirubillah, mən bunu yəni belə öz kiçik ağlımla deyirəm. Yəni o vaxt Peyğəmbəri bir dəfə biri görüb, ondan bir rivayət deyənə səhabə deyirdilər və onun məqamı var, bu Peyğəmbər səhabəsidir filandır. İmam Hüseyin Peyğəmbərin qucağında böyüyüb. 6 yaşına qədər Peyğəmbərin evində, qucağında böyüyüb.
Yəni peyğəmbərin balası Həzrət İmam Hüseyn əleyhissalam bu ədalət uğrunda vuruşu, bu şəhadəti qəbul eləməsəydi ki, haqq bu idi, öyle böyük sərkərdə olardı, böyük, yəni məqam sahibi olardı dünyada. Estağfurullah, İmam Hüseyin buna getməzdi. Həzrət Hüseyin əleyhissalamın bir tərəfdən faciə burasındadır ki, insanlar rəhm etmədilər. Çünki indi görürəm bəzi insanlar Qədirxum haqqında istəyir danışa, əsli mətləbi unutturmaq üçün. Hə, bəli, Qədirxumda Peyğəmbər Əhl-i Beytin tapşırdı filan da demir. Əhl-i Beytində tapşırdı, orada dedi ki, mən kuntu Mevlahu fəhazə Əliyyum Mevla. Hər kəs məni özünə Mevla bilirsə, Əlini də elə qəbul eləməlidir. Bunu azdırmaq üçün Əhl-i Beytdən danışır və Əhl-i Beyti sevmək və Əhl-i Beytin yanında olmağı tapşırır. Amma görün, Kərbalada insanlar Əhl-i Beytinə necə davrandılar. Həmin dövrdə Peyğəmbər ailəsi məgər kimi idi? Yalnız və yalnız o Kərbalada olanlardan başqa kim var idi Peyğəmbər ailəsi? Məgər Peyğəmbərin ölümündən bir 50 il keçər-keçməz onun ailəsinə belə rəftar olunlar. İnsanlar nə qədər vəhşi olmuşdular. Çox təşəkkür edirik sizə bu açıqlamalarınıza görə. Ələlxüsus bu hüzünlü gündə, bu matəm və eyni zamanda da həqiqi mənada möhtəşəm bir gündə, ehtişamlı bir gündə tamaşaçılarımız üçün çox faydalı olacağına inanırıq. Təşəkkür edirik sizə. İbrahim bəy, söz sizdədir, sizin ifa istəyəcək lütfən. Bismillahirrahmanirrahim. Ya Allahu ya Rahmanu ya Rahim. Esselamu aleyke ya Aba Abdullah ve alel ervahilleti hallet bifinaik. Aleykum minni cemi'an selamullahi abeden ma baqitu ve bagiyel leylu ven nehar. Hüseyin düşüp dimekteler, gelen vurur, giden vurur. Alıbdı neyzesin ele, gelen vurur, giden vurur. Olup perper torpaq üstə bir gül sayağı, gülüb hamal eyləyibdi atlar ayağı. Axır qani ləxtə hər yarəsindən, dolub ağzı zikrə dolanmır dil dodağı. Axır qani ləxtə hər yarəsindən, dolub ağzı zikrə dolanmır gül dodağı. Gün istisi, qum istisi, gün istisi, qum istisi, əsər qoyub dağa daşa, oxun daşın yaraları, çatıb bədənindən başa. Gələn yoxdur dadinə yetmiş yavərindən, düşüb ayrı əkbərindən, sərləşgərindən. Bədən mizandan çıxıb taqət qalmayıbdur, əli qalxmır oxları çəksin peykərindən. Bədən mizandan çıxıb peykan,
bədən mizandan çıxıb taqət qalmayıbdur. Əli qalxmır, oxları çəksin peykərindən. Ürək başındakı oxu alıb qucağa can kimi atıbdı əsğərin yerin. Rübab-ı mehriban kimi nəfəs çəkdikcə yarasından qan gəlirdi. Dodağa qan cari olduqca can gəlirdi. Oxundaşın yarəsi üstə ləhzə-ləhzə dübarə göydən yağış tək peykan gəlirdi. Yaralı ləbət şan, yaralı Hüseyin can, yaralı Ağacan, Hüseyin can, yaralı ləbət şan. Gəldi Səqqa, sözü yazdım şərəfün nas adına. Ürəyim bağlıdır bu sahibi ehsayas adına. Göz açan gündən elə aşiqəm Abbas adına. Mən kiməm? Eşqinə aləm dolusu müştəri var. Gör Hüseynin nə qədər nökərinin nökəri var. Bax bu qarə ələmə, gör nə qədər qiyməti var. Bu ələmdən yana Abbas özündən keçdi. Şir dil ümmü bənin oğlu gözündən keçdi. Allah əcr versin, Allah qəbul edəsin. Təşəkkür edirik sizə. Səsinizə qüvvət, səsinizə bərəkət, var olasınız. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz Aşura gününə həsr olunmuşdur. Qonaqlarımız isə ilahiyyatçı Hacı Mirhəmid Məmmədov və Əhlibeyt məddahı Seyyid İbrahimdir. Hacı, söhbətimizin davamında bir maraqlı məqam vardı bayaq sizin çıxışınızda. Qeyd etdiniz ki, İmam Hüseyin əleyhissalam şəhid olmaqla qələbə çaldı. Və ondan da öncə də qeyd etmişdiniz ki, bizim elə xalqımızın da ənənəmizdə də əgər bayram günüdsə Novruzdur, matəm günüdsə Aşuradır. Elə İmam Hüseyin əleyhissalamın şəhid olub qələbə çalmasından irəli gələrək biz Aşura gününü eyni zamanda elə bir qələbə günü kimi də qəbul edə bilərikmi, matəmdən əlavə əlbəttə? Əlbəttə İmam Hüseyin əleyhissalamın Aşurası elə zalıma haqqın qələbə çalan günüdür. Amma sevinç günü deyil. Bəziləri ola bilər bu sözdən sui-istifadə eləyirlər. Hər nə olsun şəhid olub, bəs gəl bayram keçirdək. Bunlar Aşuranı unutturmaq üçün olan sözlərdəndir. Onda biri də atası öləndə desin ki, cənnətə gedir, toy çaldıraq. Yəni belə əskik sözlərin yeri deyil. Çünki o müsibət, o faciə insanların qəlbində bir hüzn yaradır. Bir matəm yaradır istər-istəməz. Çünki Hz. Hüseyin əleyhissalamın Kərbəlası digər faciələrdən fərqlidir. Orada susuzluq var. Orada körpənin boğazından susuz olan körpənin oxlanması var. Orada Cənab Əli Əkbərin şəhadəti var. Peyğəmbər nəvəsi və Hz. Hüseyin əleyhissalam buyurdu ki,
İlahi, mən bir cavanı göndərirəm ki, o həm xasiyyətcə, həm görünüşcə, həm danışıqca hər sahədə Peyğəmbərə bənzərdir, babamız Peyğəmbərə və biz hər zaman istəsəydik Həzrət Peyğəmbəri yad edək, biz Əli Əkbərə baxırdıq. Yəni, belə bir cavanın və bir Əbülfəzl Əbbasın getməsidir, şəhadətidir, özdə faciəli qollarının kəsilməsi, oxlanması alnından, gözündən. Yəni, bu faciələr bir-iki deyil ki, biz buna deyək ki, biz unudarıq bunu. Bir faciədir ki, Həzrət Əbu Abdüllah Hüseyin bu Aşurada daha tənha qalıb. Dedi ki, həl min nasırın yansırını, yəni bir yardım eləyən varmı? Heç kəs daha yox idi. Bütün yaxınların hamısını itirib, bircə Həzrəti Zeynül Abidin əleyhissalam, o da xəstədir, həmin vaxtda yataqdır. Bir dənə o qalıb. Qalan hamısı, kişi xeylaqların hamısı şəhid olub, canların fəda edib, amma tək qalıb Həzrət Əbu Abdüllah Hüseyin. Yenə də düşmənə baş əymir. Yenə də ailəsinə, qadınlara tapşırdı ki, evdən çölə çıxmayın və atın üstündə meydana gedir və onların sözünü qəbul eləmir və döyüşür tək tənha. Tarix buna şahiddir. Amma tək insanı 30 min nəfərlə döyüşə bilməz. Bu qeyri-bərabərlikdir. Hər halda bu iradəsinin gücü, haqq yolunda istiqamətinin gücüdür. Və hər dəfə gedir, həmlə eləyəndə deyir, la havla və la quvvətə illa billah, əl-aliyyir azim. O yerdə ki, qadınlardır, orada hələ səsi eşidib bilirlər ki, İmam Hüseyin sağdır. Və bir halda ki, Həzrəti Əbu Abdüllah Hüseyin artıq tək tənha, düşmən hər tərəfdən hücum eləyir və ağanı atdan salırlar və rəhm etmirlər ağıya. Hətta bilirsiniz, çox faciəlidir, vəhşi qövm, mədəniyyətdən, əxlaqdan kənar insanlardılar. Təsəvvür edin ki, İmam Hüseyin əleyhissalam çıxanda meydana bilirdi də şəhadətə gedir də, bu boyun qoyan döyür bu yola və sonu da belə olacaq. Hətta bir köhnə paltar istədiciyə. Niyə? Dedi, bəlkə ona dəyməyələr. İnsanı öldürəndə onlar insanın o qarət edirdi, hətta paltarların belə. Amma onlar ona da baxmadılar. Həzrət Hüseyin əleyhissalam atdan düşür və o adamlar ki, orada iştirak edib, hamısının adları da yazılır. Kimlər necə? Kimlər necə ox atdı? Hətta əmmaməsini götürdü, başına necə vurdular, qan necə oldu, qan töküldü yerə. İmam Hüseyin öz qanını götürüb göyə atır. Ki, la sən şahid ol. Və nəhayət Həzrət Hüseyin əleyhissalam ox ki vururlar, ona da axırıncı sinəsindən, o güşəli oxuymuş deyir, belə yazırlar. İmam onu da arxaya çəkib çıxarda bilmir, arxadan çəkir, çıxardır onu. Və nəhayət Əbu Abdüllah Hüseynin bir də görürlər ki, o xeymədə olan qadından görürlər, atı gəlir. Boş. Və bununla bilirlər ki, daha İmam Hüseyin əleyhissalam şəhid olub. Yəni, böyük bir faciədir. Yəni, bu insan getdiyi yolun ən zirvəsidir. Bunu nəinki getmək, hətta dərk eləmək özü çox çətindir. Bu hissi götürmək çox çətindir. Amma İmam Hüseyin əleyhissalam bu hərəkatı ilə bütün insanlara, bəşəriyyətdə öyrətdi ki, qoşunun çoxluğu sizləri qorxuzmasın. Əgər siz özünüzü doğru və dürüst hesab edirsinizsə, tək də olsanız dayanın və düşmən qabağında qorxmayın. Həzrəti İbrahim əleyhissalam bir nəfər idi, müvəhhid, Allah tanıyan. Amma bütün hamı müşrik idi. İndi İbrahim onlara boyun qoymazdı. Ona görə onu oda atdılar. Amma dedi, atsınlar. Haqdan dönmərəm. Çoxluq belədir, mən də belə olum, bu yoxdur etiqadda. Həzrət İmam Hüseyin əleyhissalamın şəhadəti belə olur və bunun fəlsəfəsi bu idi ki, mən elə düşünürəm ki, Ağa Əbu Abdüllah Hüseyin bu hərəkatı özü nizamladı. Birinci öz oğlunu göndərmək, Əhl-i Beytdən Əli Əkbəri
döyüşə və şəhadətə. Hamısını kamil edəndən sonra tək sona özü qaldı və sonda da özü şəhid oldu və bu məsələ bitdi. Yəni birinci özü şəhid olsaydı bu cür hərəkət getməzdi. Və bu hisslər belə oldu. Və onun əshabı o qədər yaxşı oldu. Və əvvəlki dedim o sədaqətli insanlar idi İmam Hüseynin yanında. Çünki hamı biri də şəhadətə gedir. Orada sadiq insanlar qalmışdı ağanın yanında. Hətta İmam Hüseyin bilirsiniz ki, bu aşkar məsələdə axşam dedi ki, çıraqları da söndürdürdü və elan elədi ki, burada siz düşündüyünüz qələbə yoxdur. Yəni burada mükafat yoxdur, burada vəzifə yoxdur, burada şəhadət var. Kim istəsəm mən hökm üstündən götürürəm, gedə bilər. Amma heç kəs getmədi. Görün necə sədaqətli insanlar var idi. Yəni Ağa Hüseynin bütün aşurası dərsdir. Bütün aşurası məktəbdir. İnsanlıq məktəbidir, kamal məktəbidir. Ləyaqət, şərəf məktəbidir. Kim aşuranı qəbul eləmirsə, onun əleyhinədirsə, o həmin şərəfin, ləyaqətin əleyhinədir. İnsanlığın əleyhinədir. O Yazidin tərəfindədir, o zülmün, işgəncənin tərəfindədir. İmam Hüseyin məktəbi belədir. Çox təşəkkür edirik sizə Hacı. Hacı, elə bundan öncə də qeyd etdiniz, həqiqətən də ata-babalarımız min bir əziyyətlə bugünü yaşadıblar. Gizlində olsa, təzyiqlər altında da olsa, təhdidlərdə, qorxu ilə də olsa yaşadıblar. Bəs bugün bizim vəzifəmiz nədir ki, bu milli mənəvi və ələlxüsus ümumbəşəri irsimizi gələcək nəsillərə ötürək? Bizim öhdəmizə nələr düşür? Bilirsiniz ki, bizim keçmişimiz daha şərəfli olub. Xalqımızın keçmişi daha şərəfli olub. Yəni Lənkəran, Bakı, İrəvan, Gəncə, Qarabağ elə bir oranın bir adamın tapa bilməzsən ki, onun 3-cü ya 4-cü babası Kərbəlayı olmayıb. Bəli. Yəni məsələn, bir nəfər İrəvan mahalından məsələn, ki, arxivdə soruş, ya özü biləndən, ya da sənədlərinə bax. 100% babaları Kərbəlayıdır. Yəni bu xalqın Kərbəlaya o qədər məhəbbəti olub. Deyib ki, ömrümdə getməliyəm, İmam Hüseynin qanı tökülən yeri təbərrüc ziyarət edib gəlməliyəm. Yəni bu bizim xalqın iftixarı olub. Keçmişimiz bu olub. Və hər bir insan, elə bir adam tapa bilməzsən tayfa, dediyim zonalar ki, nə qədər var, əlimizdən gedən vilayətlərdən tutmuş, bugün Azərbaycanın müstəqil torpaqlarında yaşayan insanlar. Elə bir ailə tapa bilmərik ki, orada ya Hüseyn, ya Əkbər, ya Abbas, ya Zeynəb, ya Ruqiyyə, ya Fatimə, ya Zəhra olmasın. Bu bizim tariximiz, bu bizim varlığımızdır. Bu eşq bu xalqda Peyğəmbər və onun əhl-beytinə olub. Bu eşqi kimsə bu xalqın əlindən ala bilməz və bütün bizim nailiyyətlərimiz də buradadır. Və elə bir şairimiz olmayıb ki, dahimiz olmayıb ki, İmam Hüseynin aşurasından yazmasın, Kərbaladan yazmasın, onu nəzmə çəkməsin. Yəni belə bir dəyərli bir xalqın övladlarıyıq biz və xalq özünü tanıyır və tanıyacaq da və biləcək də bizim yolumuz hansı yoldur, biz hansı istiqamətdə yaşamışıq və bizim də heç vaxt sınmamağımız, əzilməməyimizin əsas səbəblərindən biri də Peyğəmbərimizi və onun əhl-beytini tanımağımızdır. Çox təşəkkür edirik sizə çıxışınıza görə. Çox faydalı və eləcə də dərin məzmunlu nöqtələr toxundunuz ki, inanırıq ki, bu gündə də tamaşaçılarımız üçün də çox faydalı olacaq. Minnətdarıq sizə. İbrahim bəy, sizdən daha bir çıxış istəyəcək lütfən. Allah razı olsun, var olasın. Mən istəyərəm Ustad Razinin Kərbəla vaqiəsində ki, ağa buyurdu, İmam Hüseyin ağa tək qalmışdı. Ağanın Əli Əsxər ağa ilə meydana gəlməsini nəzmə çəkib, istərdim onu diqqətinizə çatdırım. Ey quruhi bi həya, nə yar, nə yavər qalıb, yar-ı yavərdən mənə bir bu Əli Əsxər qalıb. Təşnəlik ətfalımı hərçəndi bihuş eyləyib, İtrətim suzi ətəşdən xuni dil nuş eyləyib, ürək qanım.
Özlərin ol teşnələr amma fəramuş eyləyib, bir bu tiflin fikrinə övladı Peyğəmbər qalıb. Kəstü zeybi rahilər Əbbas namavər yolun, Qasimi Şəhzadə rahin, həm Əli Əkbər yolun, göz tikib əhli hərəm, indi bunun gözlər yolun. Çün gedən gəlməyib geri, bu yolda çox gözlər qalıb. Xeymədən gətdim bunu bu əhd bu peyman ilən, qaytarıb bir də aparım bu ləbi ətşan ilən, ya su ilə bu gərək sirab ola, ya qan ilən. Bu sizin insafınıza ey zümreyi kafər qalıb. Ehticacın tün tamam etdi o şahi məşriqeyn, Əhli Şam u Kufə içrə zahir oldu şur şeyin, dedilər bir nə məqamə yetdi ki kar-ı Hüseyn, mümkün olmaz əsxərə bir cür əsu müstər qalıb. İbn-i Sədi namüsəlman ləhşərə qıldı nicah, baxdı ordusuna. Gördü eylərlər tamamən naləv-ü fəryad-u ah, az qalır, istir dolansın zülmüdən qəlbi sepah, mat-ı məbhud əldə yeksər nizə bu xəncər qalıb. Üst tutub ol dəm dedi, ey qövmü ar olsun sizə, Ali Süfyandan nə müddətdir alırsız caizə, öldürün, qoymun bu tiflin qətli vacibdir sizə. Xeymələrdə baxmayın xahər qalıb, madər qalıb. Kimdi sizlərdən ki tirəndaz ola tədbir ilən? Cəng edə tiri kəman ilən, cavan u pir ilən, hulqi əsğərdən vıra, dəsti Hüseyni tiğ ilən. Baxmaya kim əlləri qoltuqda o sərbər qalıb. İbn-i Sədin bu sözündən hərmələ məşuf olub. Dedi, zalım, nəqdi ömrüm bu yola məsruf olub. İsmi rəsmim, zərbi şəstim, aləmə məruf olub. Görməgə bu zərbi şəsti bir Əli Əsxər qalıb. Hərmələ qoydu kəmanə bir xədəngi xunfəşan. Əsxərin hülqun edib dəsti Hüseyn üstən nişan. Ox kamandan qurtulub, nə qurtulub ya Rəb aman. Dəydi bir nov ilə zəxmi ta dəmi məhşər qalıb. Çəkdi hülqumi şərifindən onun peykan Hüseyn. Atasına bir baxıb güldü, olub giryan Hüseyn. Söylədi olsun oğul, bu canıva qurban Hüseyn. Ged behişdə, intizarın Qasimi Əkbər qalıb. Doldururdu dəmbədəm ovcun, oxuni pakidən. Həm səpirdi ovci ərşə bu fəzayı xakidən. Ol şəfək kim görsənir bu dövrdə əflakidən, o gün qızarır. Xuni əsğərdən əlamətdir olub əhmər qalıb. Bilmirəm raci, bu dil mülki nə möhnət xizidir. Ki nizamini kəlamun böylə şurəngizidir. Səhvəyi övraqə xaməm öylə atəş rizidir. Çox təəccübdür səlamət əldə bu dəftər qalıb. Çox baxıb əsğərə yanma, məni yandırma Hüseyn. Çox baxıb əsğərə yanma, məni yandırma Hüseyn. Oxlu qurbanı meydanda dolandırma Hüseyn. Oxlu qurbanı meydanda dolandırma Hüseyn. Qəş edibdir südəmərin anası şivənə bax. Balavın qanını gəl bu ağaran zülfümə yax. Atma qanin göyə əflaki boyandırma Hüseyn. Etmə qəm olmadı su, soldu əlündə qoleyas. Gətir Əkbər kimi tutsun, anası əsğərə yaz. Gətir Əkbər kimi tutsun, anası əsğərə yaz. Baxır ey əhl-i cəfa, əsğəri az bağrı və bas.
Xeymədə müntəzirün vardı yubandırma Hüseyn. Oxlu qurbanı meydanda dolandırma Hüseyn. Bir səbəb göz yaşımız ruxsarə axmaz ya Hüseyn. Axı sən bizə baxmasan ağacan, Allah da baxmaz ya Hüseyn. Allah əcr versin, Allah qəbul versin. Çox təşəkkür edirik sizə. Allah səsinizə qüvvət, səsinizə bərəkət versin. Feyziyab etdiniz, var olasınız. Hacı, sizə təşəkkür edirik. Mən sizə təşəkkür edirəm bu gözəl veriliş hazırladığınıza görə. Həzrəti Peyğəmbərimizin əhli əyalının müsibətin insanlara çatdırıza görə sizə Allah Taala əcr, xeyr inayət eləsin inşallah. Çox minnətdarıq sizə. Dəvətimizi qəbul edib gəldiyinizə görə hər birinizə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk. Var olasınız. Dəyərli izləyicilərimiz, siz Kərbəlanın Sədası proqramını izləyirdiniz. Aşura kimi bir neməti bizə bəxş etdiyinə görə Allaha həmd olsun. Eləcə də bütün haqpərəst, həqiqətpərəst insanlara və Əhl-i Beyt sevənlərin başı sağ olsun. Növbəti buraxılışlara dək Allaha əmanət.